Salam. 11 illik riyaziyyat test toplusu, natural ədədlər bölünməsi, 4-cü bölmə, natural ədədlərin sadə qruplara ayrılışı, ən böyük ortaq bölən və ən kiçik ortaq bölünən. Birinci sual. AB natural ədədləri birdən böyük qarşılıqlı sadə ədədlərdir. Əkob AB bölünsün əbob AB. Qarşılıqlı sadə ədədlərin əhcobu onların hasilinə bərabərdir, əbobu isə 1-ə bərabərdir. AB-ni 1-ə böldükdə elə verəcəkdir bizə AB. Düzgün cavabımız A variantı. İkinci sual. A ədədi B ədədinin natural bölənidir. A böləndir. A böləndir. B isə bölünəndir. Bizə deyir ki, əkob AB çıxılsın əbob AB. A ədədi böləndirsə əbob A-dır. B ədədi isə bölünəndir. Onda əkob B-dir. B minus A. Düzgün cavabımız D variantı. Üçüncü sual. 24-dən böyük olmayan 24 ədədi ilə olmayan iki rəqəmli ədədlər içərisində 24 ilə qarşılıqlı sadə olan neçə natural ədəd var? Deməli, 24-dən kiçik 24 ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapmaq üçün 24-ü ilk öncə sadə vuruqlara ayıraq. 2-də 3-ə böldük 1. Deməli, 24 vurulsun 1 minus. Bir vuruğu götürürük 2-də 1. Digər vuruğumuz isə 3-dür. 1 minus 3'də 1 bərabərdir. 24 vurulsun 2'də 1 vurulsun 3'də 2. İxtisarlarımızı aparsaq 4, 4 dəfə 2, 8. 8 sayda 24'dən kiçik qarşılıqlı 24 ilə qarşılıqlı sadə olan ədədlər var. Amma burada deyir ki, 2 rəqəmli ədədlər. Deməli, bu 8-dən də 24 ilə qarşılıqlı sadə olan 2 rəqəmli ədədlər çıxacaq. Deməli, 1 24 ilə qarşılıqlı sadədir. 2 deyil, 3 deyil, 4 deyil, 5 qarşılıqlı sadədir. 6 deyil, 7 qarşılıqlı sadədir. 8 deyil, 9 deyil. Deməli, bir rəqəmli ədədləri çıxdıq. 1, 5, 7. 8-dən də 3 çıxdıq, verdi bizə 5. Yəni, bu 3, bu 24 ilə qarşılıqlı sadə olan ədədlərin sayıdır. 8 də 24-dən kiçik, 24 ilə qarşılıqlı sadə olan ədədlərin sayıdır. Sadəcə olaraq bizdən 2 rəqəmli ədəd istədiyinə görə, bax bu ümumi saydan bir rəqəmlərin sayını çıxdıq, yekun verdi bizə 5. Düzgün cavabımız C variantı. 4-cü sual. 12-yə 15-ə 20-yə böldükdə qalıqda 3 alınan ən kiçik çox rəqəmli natural ədədlərin rəqəmlər cəminin sayısı soruşur bizdən. Əkob 12, 15, 20. Bu 3 ədədin əkobunu hesablayaq. Bu 3 ədədin əkob hesablama qaydasını bilirik də. 12-nin sadə vuruqları, 15-in sadə vuruqları, 20-nin sadə vuruqları, 2-yə böldük 3, 3-ə böldük 1, 3-ə böldük 5, 5-də 5-ə böldük 1, 2'ye böldük, 2'ye böldük, bizə 5. Deməli, ən böyük ədədi götürürük. 20'də olmayan vuruq 1, 3'dür. 20'ni 3'ə vurduq, verdi bizə 60. Deməli, bu ədədin əkobu 60'dır. Qalıqda 3 alınsın deyə 60'ın üzərinə 3 əlavə edirik. Bu ədədin rəqəmləri cəmini istəyir bizdən. 6 plus 3 bərabərdir 9'a. Düzgün cevabımız A variantı. 5-ci sual. 5'ə 6'ya 7'yə böldükdə qalıqda 2 alınan ən kiçik çox rəqəmli natural ədədin rəqəmlərinin cəmini soruşur. Yenə eyni qaydanı tətbiq edirik. Əkob 5, 6, 7. 5, 6, 7 qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. Bu da verir bizə 210. Qalıqda 2 alınsın deyə 210'un üzərinə 2 gəlirik. Olur 212. Rəqəmlər cəmini istəyir bizdən, verir bizə 5. Düzgün cavabımız C variantı. 6-cı sual. Əkob 120, 144 bölünsün əbob 120, 144. Eyni ədədlərin əkobu ilə əbobuna nisbəti qayda kimi yazsaq, əkob AB
eyni ədədlərin bölünsün EBOB AB bərabərdir S-yə. S ortaq olmayan vuruqlar hasilidir. İndi biz 120 ilə 144-ün ortaq olmayan vuruqlarını tapmalıyıq. 122'ye böldük 60, 2'ye böldük 30, 2'ye böldük 15, 3'e böldük 5, 5'i 5'e böldük 1. 144, 2'ye böldük 72, 2'ye böldük 36, 2'ye böldük 18, 2'ye böldük 9, 3'e böldük 3, 3'ü də 3'e böldük 1. Deməli, hər ikisində ortaq olanların üzərindən xətt çəkirəm. Ortaq olmayan 5'dir, 2'dir, 3'dür. Və bunların hasilini götürəcəm. 5 vur 2 vur 3. Bu da bərabərdir 30'a. Nisbəti hesablayın deyir. Nisbət A variantı. Eyler Venn diaqramını da götürə bilərsiniz. Yəni ortaq olmayan vuruqlar. Venn diaqramı çəksək. Bax, Venn diaqramı çəksək. Ortaq olmayan vuruqlar, bax bu xaricdə olan, bax, kəsişmədən xaricdə olan ədədləri hasili kimi götürürük. 7-ci sual. Eyni qaydanı tətbiq edirik. EKOB 175 210 EBOB 175 210 bərabərdir. 175'in sadə vuruqlara ayırırıq. 210'u sadə vuruqlara ayırırıq. Deməli, bu ədəd 5'e bölünür. 35, 5'e bölündü 7, 7'nin də 7'ye 1. 210'u 2'ye böldük 105, 3'e böldük 35, 5'e böldük 7, 7'nin də 7'ye 1. Ortaq vuruqlar 5, bir də 7'dir. Ortaq olmayan vuruqlar 5'dir, 2'dir və 3'dür. Deməli, 2 vur 5 vur 3. Bu da bərabərdir 30'a. 7-ci sual A variantı. 8-ci sual. A natural ədədin 3 sadə vuruğu, 3 sadə vuruq. B natural ədədinin 8 sadə vuruğu var. AB ədədinin neçə sadə, A vurulsun B ədədinin neçə sadə vuruğu var. Deməli, 3 vuruq bundan, 8 vuruq bundan, 3 plus 8, 11 sadə vuruğu vardır. Düzgün cavabımız Y variantı. 9-cu sual. A natural ədədinin 5 sadə vuruğu, B natural ədədinin 9 sadə vuruğu olarsa, A vurulsun B'nin neçə sadə vuruğu olacaqdır? 5 plus 9 bərabərdir 14. 14 sadə vuruğu olacaqdır. Düzgün cavabımız A variantı. 10-cu sual. Biri o birinin 4də 3'ünü təşkil edən 2 ədəddir. Deməli, biri A ədədidir, biri də B ədədidir. Deyir, A B ədədi A-nın 4də 3'ünə hissəsinə bərabərdir. 4də 3 A-ya bərabərdir. Bir də deyir ki, EBOB AB bərabərdir 27'yə. Hər tərəfi 4'ə vursaq, olur belə. 4B bərabərdir 3A-ya. B buradan verir bizə 3K, A verir bizə 4K. Deməli, 3K və 4K'nın EBOB-u. EBOB deyəndə ortaq vuruq çıxardırıq. 3, 4. EBOB K'dır. K bərabərdir 27. İndi B ədədini hesablayaq. B bərabərdir 3 vur 27. A ədədini hesablayaq. 4 vur 27. Bərabərdir. 3 vur 27. 81. 4 vur 27. 108. Bizdən A plus B'ni istəyir. 81 plus 108. O da bərabərdir 189'a. Düzgün cavabımız C variantı. 11-ci sual. N bölünsün 6, N bölünsün 8, N bölünsün 9 ifadələri natural ədəd olarsa, N'in ən kiçik qiymətinin rəqəmlər cəmini tapın. Deməli, burada N elə ədəd olmalıdır ki, həm 6'nın, həm 8'in, həm 9'un bölünəni olmalıdır. Ən kiçik bölünən 6, 8, 9. EKOB-unu tapaq. EKOB-u verəcəkdir bizə 72.
Rəqəmlər cəmini istəyir bizdən. Əkop verir bizə 72. Da sadə vuruqlara ayırmıram. Bizdən 72-nin rəqəmlər cəmini istəyir. 7 plus 2 bərabərdir 9-a. Düzgün cavab. 12-ci sual. N bölünsün 12, N bölünsün 18, N bölünsün 10 ifadələri natural ədəd olarsa, N'in ən kiçik qiymətinin rəqəmləri cəmini istəyir. Biz bu ədədlərin əkobunu hesablayaq. 12, 18, bir də 10. Baxıram 12, 18 12, 18, 10. Bu ədədlərin əkobu verir bizə 90, yox 180, 180 verir bizə. Bu ədədin rəqəmləri cəmi 1, 8, 0 cəmi verəcəkdir bizə 9. Düzgün cavabımız B variantı. 13-cü sual. Bir məntəqədən müxtəlif marşrutla eyni zamanda 2 avtobus yola düşür. Birinci avtobus 40 dəqiqədən bir, ikinci avtobus isə 30 dəqiqədən bir qayıdır. Hansı ən qısa müddətdir? Ən qısa deyirsə, bu ədədlərin əkobunu tapırıq. Bərabərdir. 40-dan 30-dan ortaq çıxır 10. Qalır 4, 3. Əkob da deyəndə bunların hasilini götürürük, verir bizə 107. Düzgün cavabımız B variantı. 14-cü sual. Bir nöqtədən iki müxtəlif çevrə üzərində iki nöqtə eyni zamanda hərəkətə başlayır. Birinci nöqtə çıxış nöqtəsinə hər 50 saniyədən bir. Digər isə hər 60 saniyədən bir qayıdır. Hansı ən qısa müddətdir? Ən qısa deyirsə, biz bu iki ədədin 50 ilə 60-ın əkobunu hesablayacaq. Deməli, 50 ilə 60-da ortaq çıxır 10, qalır 5, 6. Əbob soruşulursa 10, əkob soruşulursa bunların hasili. Bu da verir bizə 300. Hansı ən qısa müddətdə? D variantı. 300 saniyə ərzində. Sual. AB natural ədədlər üçün C bu ədədlərin ortaq olmayan vuruqlar hasilidir. AB bölünsün C bərabərdir 256 olarsa, əbob AB-ni tapın. Əbob AB-nin düsturunu bilirik. Bərabərdir kök AB bölünsün C. Bərabərdir AB bölünsün C əlimizdə rahat hazır var. 256. Kök 256-dan da ortaq kökdən azad olunur 16. Düzgün cavabımız C variantı. 16-cı sual. AB ədədlərinin hasili 72.000. Ortaq olmayan sadə vuruqların hasili 20 olarsa, əkob AB-ni istəyir. Əkob AB bərabərdir. Düsturumuz var. AB C-yə bərabərdir. Gətirək yerinə yazaq. AB-nin yerinə 72.000. C-nin yerinə isə 20 yazdıq. Bərabərdir. Demək, 2 sıfırdan biri azad olunur, 2 sıfırdan biri azad olunur. 72-ni 2-yə vurduqda 144, oradan da azad olunur 12. Deməli, düzgün cavabımız A variantı. 17-ci sual. AB ədədlərinin hasili verib bizə 32.000. Ortaq olmayan vuruqlar hasili 20 olarsa, əkob AB-ni istəyir. Eyni qaydanı tətbiq edirik. Kökdə ABC bərabərdir. Kökdə 32.000 vurulsun 20. 2 sıfırdan biri azad olundu. 2 sıfırdan biri azad olundu. 32-ni 2-yə vuranda 64. Oradan da çıxır 8. Düzgün cavabımız B variantı. 18-ci sual. Oğlan və qız 630 metr məsafəni addımla ölçürlər. Oğlanın addımı 45 santimetr, qızın addımı 35 santimetr olarsa, hərəkətə başladıqdan sonra onların ayaq izləri neçə dəfə üst-üstə düşər? Deməli, üst-üstə düşməsi üçün 45 və 35-in əkobunu hesablayacağım. 45, 35. Buradan ortaq 5-i çıxarsaq, qaldı 9, 7. Əkobu hesablamaq üçün bu ədədlərin hasilini götürmək lazımdır. Deməli, 63-ü də 5-ə vuranda 315.
Deməli 315 santimetrdir. Burada da bizdə 630 metrdir. 630 metri çevirəcəm mən santimetrə. Olur 63.000 santimetr. Neçə dəfə ayaq izlərinin üst-üstə düşdüyünü bilmək istəyiriksə, 63.000-i bölürük 315-ə bərabərdir. İxtisarımızı aparsaq verir bizə 200. 200 dəfə bunların ayaq izləri üst-üstə düşər. Düzgün cavabımız Y variantı. 19-cu sual. Oğlan və qız 1152 metr uzunluqda olan məsafəni addımla ölçürlər. Oğlanın addımı 72 cm, qızın addımı isə 64 cm olarsa, hərəkətə başlandıqda onların ayaq izləri neçə dəfə üst-üstə düşər. Yenə də eyni qaydanı tətbiq edirik. Əkov 72, 64 bərabərdir. 72 ilə 64-dən ortaq çıxar 8, digərində qalır 9, 8. Əkov tapmaq üçün bunların hasilini tapırıq. 576 santimetr. İndi 1152 santimetri santimetr çevirəcəm. 1152-nin sağına 2 0. Neçə dəfə üst-üstə düşdüyünü bilmək üçün 115.200-ü bölürəm 576-ya. İxtisarına aparsaq verir bizə 2 dəfə 200. Deməli bunların ayaq üzləri 19-cu sual üçün. 20-ci sual. Əkov AB çıxılsın əbob AB bərabərdir 45. Əkov AB plus əbob AB bərabərdir 55. Tənliklər sistemindən AB hasilini tapın. Tərəf-tərəfə toplasaq, olur belə 2 əkov AB bərabərdir 45-in üstə 55 gəldi, verir bizə 100. Əkov AB bərabərdir 102-yə böldük 50. Gətirəb yerinə qoysaq, əbob AB 50-dən neçə çıxsaq 45 olar 5. Əbobu da tapdıq 5. İndi bizə deyir ki, AB hasilini tapın. A vurulsun B hasilini istəyir. Biz qayda bilirik. Əbob AB vurulsun əkov AB bərabərdir A vurulsun B hasilinə. Demək, onda biz 5-i 50-yə vurub nəyə bərabər edirik? AB hasilinə bərabər edirik. Bu da verir bizə 250. Düzgün cavabımız A variantı. 21-ci sual. Cəmi 63 dik ədəd verilib. Əbob AB verilib bizə 9. A ədədini 9 və onun misilləri ortaq olmayan vuruğun eksikini götürək. B ədədini isə 9 və onun misilləri kimi y götürək. Ortaq olmayan vuruqlardır. Bax bu. Deməli, bunların cəmi 63-dür. 9x plus 9y bərabərdir 63. 9-u ortaq çıxarsaq, x plus y bərabərdir 63. Buradan da alırıq ki, x plus y bərabərdir 7. Cəmi 7 olan ədədləri götürürük. 1, 6, 2, 5, 3, 4, 4, 3, 5, 2, 6, 1. Bu ədədlərin ortaq olmayan vuruqları. Bu x-idir. Bax, bu birisi də y-dir. Ortaq olmayan vuruqların hasilinin ən böyük qiyməti. Baxıram, 1-i 6-ya vuranda 6, 2-ni 5-ə vuranda 10, 3-ü 4-ə vuranda 12, 4-ü 3-ə vuranda 12, 5-i 2-yə vuranda 10, 6-nı 1-ə vuranda 6. Bunların içində ən böyüyü verdi bizə 12. Düzgün cavabımız 12 A variantı. 22-ci sual. N natural ədədi üçün əbob 8n kvadratı plus 6n 8n kvadratı plus 10n bərabərdir 20-yə. Əkobu istəyir bizdən. İlk öncə bu ifadələrdə ortaq vuruğu çıxardaq. Ortaq vuruq 8n-dən 6n-dən ortaq 2n çıxar.
Qalır orada 4n plus 3. Digəri isə yenə 4n plus 5. Əbob 20-dirsə, ortaq vuruğu 20-dir. 2n bərabərdir 20-yə. N də bərabərdir buna. Bura kimi düzgün getdik. İndi bizdən əkob n kvadrat plus n və n kvadrat plus 3n ifadəsinin qiymətini istəyir. Bunu müxtəlif yönlərlə yaza bilərik, amma ən sadə yönü əkob n-in yerinə 10 yazırıq. 10'un kvadratı plus 10 verir bizə 110. 10'un kvadratı plus 3 dəfə 10'un verir bizə 130. Bu ədədlərin əkobunu hesablayaq. Onu ortaq vuruq kimi çıxartdıq. 11, 13. Əkob deyəndə bunların hasilini götürürük. Bu da verir bizə 143. Sağınızı bilsə 1430. Düzgün cevabımız Y variantı. 23-cü sual. N natural ədədi üçün əbob 2n kvadrat plus n 2n kvadrat plus 3n bərabərdir. N kvadrat çıxılsın 5n plus 9 olarsa əkobu tapın. Bax, bu iki ifadədən ortaq vuruğu çıxardaq. Ortaq vuruq çıxır n. Qalır orada 2n plus 1. Buradan da n'i çıxartdıq. 2n plus 3 bərabərdir n kvadrat, yəni bərabərdir qoymuyor. Burada ortaq çıxartdığım əbobdur. Əbobda bax bu ifadəyə bərabərdir. Yəni n kvadrat çıxılsın 5n plus 9 bərabərdir n-ə. N kvadrat çıx 5n plus 9 minus n bərabərdir 0. N kvadrat minus 6n plus 9 bərabərdir 0. Bu baxırıq ki, müxtəsər vurma üsulunun açılışıdır. 2 minus 3'ün kvadratıdır. N də bərabərdir 3'ə. N'i 3 tapdıq. Əla. Gətirək ifadənin qiymətini yerinə yazaq. Bizdən əkob n plus 2, bir də n plus 5'i istəyir. N'in yerinə 3 yazsaq olur belə. Əkob 3'ün üstə 2, 5, 3'ün üstə 5, 8. 5 və 8 qarşılıqlı sadə ədədlərdir. Bu ədədlərin əkobu onların hasilinə bərabərdir. 1 də 8'in 40'a bərabərdir. Düzgün cavabımız 40. Dördüncü sual. Əbob 2n kvadrat plus n 2n kvadrat minus n bərabərdir n kvadrat minus 7n plus 16. Buradan ortaq vuruq çıxarda bilsəm, n'i çıxardırıq 2n plus 1. Buradan da ikincidən də n'i çıxartmışam, olur 2n minus 1. Bu ifadənin əbobunu hesabladıq. Əbobu n'dir. Deməli n kvadrat, bax bu ifadə 7n plus 16 bərabər olur n'ə. Sola keçirsək olur n kvadrat minus 8n plus 16 bərabərdir 0. Bu da müxtəsər vurma düsturunun açılışıdır. N minus 4'ün kvadratıdır. N də bərabərdir 4'ə. N 4'dür. Əla. İndi biz əkobu hesablayırıq. Əkob 3n plus 1, bir də n plus 1'i tapın. N'in yerinə 4 yazsaq, əkob 13, bir də 5. 13 və 5'in əkobu 65'ə bərabərdir. Çünki qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. Düzgün cavabımız 65. 25-ci sual. N plus n bərabərdir 49. Əkob da 70'ə bərabərdir. N natural ədədlərin ən böyüyünü tapın. M'in qiymətini, bir qiymətini götürə bilərəm. Deməli, cəmi 49 əkobu 70 olsun. M 35 götürə bilərəm. N isə 14 götürə bilərəm. N natural ədədlərin ən böyüyünü tapın. Ən böyüyü 35. Düzgün cavabımız 35. 26-cı sual. M plus n bərabərdir 56. Əkob mn
bərabərdir 105. Şərtini ödəyən MN natural ədədlərdən kiçiyini istəyir. Əkobu 105-dir, cəmi 56-dır. Bunları hansı ədədləri götürə bilərik? %105-in sadə vurluqları ayırsaq, 3-ə böləndən 35, 5-ə bölürük 7, 7-dən də 7-yə 1. Bu ədədlərdən hansını götürə bilərik? 35 və 21 ədədini götürə bilərəm. 35, 21 ədədlərini götürə bilərəm. Çünki bax, belə götürdüm. 5 ilə 7-nin hasili 35, 3 ilə 7-nin hasili 21. Bu ədədlərin əkobu 105-ə bərabərdir. 35 ilə 21-in cəmi 56 verir. Bu ədədlərdən kiçiyini istəyir. Kiçiyi isə 21-ə bərabərdir. 26-cı sual, düzgün cavab 21. 27-ci sual. İki ardıcıl cüt ədədin. Ardıcıl cüt ədədlər biri 2n-dir, biri 2n plus 2-dir. Əkobu ilə əbobunun cəmi 222 olarsa, əkob 2n, bir də 2n plus 2 plus əbob. Əbob. Yəni, eyni ifadələrin, bax, bu ifadə ilə bu ifadənin əkobunun, əbobunun cəmi saldırmış formada yazın. 27-ci sual. İki ardıcıl cüt ədədin. Ardıcıl cüt ədədlərdən biri 2n-dir, o birisi 2n plus 2-dir. Bunların əkobu ilə əbobunun cəmi verib bizə 222. Ardıcıl cüt ədədlər. Bax, 2n, bir də 2n plus 2. Bu cüt ədəd ortaq vuruq çıxır. Əbobu buradan 2 çıxır. Birincidə n qalır, ikincidə n plus 1. Əbobu 2-dir, 2 yazsaq yerinə. Əkobu isə bunların hasili verəcəkdir. Deməli, 2 vurulsun n vurulsun n plus 1. Plus 2 bərabərdir 222. 2 vurulsun n vurulsun n plus 1 bərabər 222-dən 2 çıxdıq 220. Hər tərəfi n vurulsun n plus 1 bərabər 222-yə böldük, verdi bizə 110. Bunu kvadrat tənlikdə kimi də həll edə bilərik. N birimiz bərabər olacaqdır. N 10-a bərabərdir. N-i tapdıq 10-a və yaxud da ki, kvadrat tənlik kimi həll edirik. N kvadrat plus n minus 110 bərabərdir 0. N plus 11, n minus 10 bərabərdir 0. N bərabərdir 10-a. Çünki bu birisi mənfi 11-i götürmürük. Ardıcıl cüzlərdən söhbət gedir. Nə istəyir bizdən? Bu ədədlərdən kiçiyini tapın. Birinci ədəd n-i 10 tapmışam. Birinci ədəd 20-dir, ikinci ədəd isə 22-dir. Bizdən bu ədədlərdən kiçiyini istəyir. Kiçiyi 20-yə bərabərdir. Düzgün cavabımız 20. 28-ci sual. İki ardıcıl cüt ədədin əkobu ilə əbobunun cəmi. Əkob plus əbob bərabərdir 422. Biz bilirik ki, ardıcıl ədədlər 2n, ardıcıl cüt ədədlər 2n plus 2-dir. Buradan əbobu 2-yə bərabərdir. Bax, buradan 2-ni ortaq çıxartsaq, biri n olur, biri n plus 1. Əbobu 2-dir, əkobu isə onların hasilidir. 2 vurulsun, n vurulsun, n plus 1. Plus 2 bərabərdir 422. Buradan 2 vurulsun, n vurulsun, n plus 1 bərabərdir 420. N vurulsun, n plus 1 bərabərdir 210. Bunu kvadrat tənliyə də getirə bilərik. Və yaxud da ki, bir dəfəlik tapa bilərik. N kvadrat plus n minus 210 bərabərdir 0. Burada mən vuruqları ayırma ilə eləyirəm. N plus 15, n minus 14 bərabərdir 0. N bərabərdir 14-ə. Deməli, birinci ədədimiz n-i tapmışam 14. 2-yə vursaq, 2 vur 14 bərabərdir 28. O birisi isə 2 vur 15 bərabərdir 30. Bizdən böyük ədəd istədiyinə görə 30-u götürürüm. 30. 29-cu sual. AB natural ədədləri üçün A-nın B-yə nisbəti bərabərdir 3-ün 4-ə nisbəti. Bizə deyir ki, əkob AB plus əbob AB
bərabərdir 104'ə. B çıxılsın, A-nı tapın. Buradan A-ya baxırıq. A 3K-dır. A bərabərdir 3K, B bərabərdir 4K-ya bərabərdir. 3K və 4K. Bax, bunların əbobu K-dır, əkobu isə bunların hasilinə bərabərdir. Deməli, əbobun yerini K yazsam, əkobun yerini isə 12K yazsam, bax, bu ifadədə plus bərabərdir 104, 13K bərabərdir 104'ə, K bərabərdir 8'ə. K 8'dirsə, A-nı hesablayaq. A bərabərdir 3 vur 8, 24. B bərabərdir 4 vur 8, 32. Bizdən B çıxılsın, A-nı istəyir. B minus A bərabərdir 32 minus 24, o da bərabərdir 8'ə. Düzgün cavabımız 8. 30-cu sual. AB natural ədədləri üçün A-nın B-yə nisbəti 2'nin 5'ədir. Əkob çıxılsın, əbob bərabərdir 54 olarsa plus B-ni tapın. A buradan bərabərdir 2K-ya, B bərabərdir 5K-ya, 5 və onun misillərinə. 2K və 5K-nı götürdük. Burada ortaq vuruq çıxardırıq K-nı 2 ilə 5. Əbob bərabərdir K-ya, əkob isə bərabərdir bunların hasilinə verir bizə 10K. Getirək yerinə yerləşdirək. 10K çıxılsın, əbob 1K bərabərdir 54'ə. 9K bərabərdir 54, K bərabərdir 6. K'mız 6'ya bərabərdirsə, onda A bərabərdir 2 vur 6, 12. B bərabərdir 5 vur 6 bərabərdir 30'a. İndi bizdən nə istəyir burada? A plus B'ni istəyir. A plus B'ni istəyir. A'mız 12, B'miz 30, cəmdə verdi bizə 42. Düzgün cavabımız 42. 31-ci sual. Natural AB ədədləri üçün A bölünsün B bərabərdir 3'ə. Əkob AB bərabərdir 75 olarsa, əbob AB-ni tapın. Demək, A bölünsün B bərabərdir 3. Bunu belə də götürə bilərik. Bu bölünsün 1 kimi də yaza bilərik. A-nı götürə bilərəm 3K. B-ni götürə bilərəm 1K. Əkob deyir. K ilə 3K-nın əkobu. Əkobu, bax bu iki ədədin əkobu, K-nı ortaq çıxarsa qalır 1, 3. Əkobu da bunların hasilinə bərabərdir də 3K-ya bərabərdir. 3K bərabərdir 75. K bərabərdir 25'ə. K 25'dirsə, A'mız 3 vur 25 bərabərdir 75. B'miz isə sadəcə 25'ə bərabərdir. 31-ci sualda əbob AB-ni istəyir. Əbob da K-dır da 25'ə bərabərdir. Bu bir yöndən hesablamadır. İkinci yönə baxaq. Deyir A bölünsün B bərabərdir 3. Əkob AB bərabərdir 75. Buradan A nəyə bərabərdir? 3B'yə bərabərdir. Getirək A-nın yerini 3B yazaq. Əkob 3B bərabərdir 75. Baxıram 3B B-nin bölənidir. Deməli 3B bərabərdir 75'ə, B də bərabərdir 25'ə. B 25'ə bərabərdir. Buradan diqqətlə baxsaq, B böləndir, 3B bölünəndir. Deməli bölən əbob AB bərabərdir 25'ə. Bu da ikinci soru. Düzgün cevabımız 25. 32. soru. A bölünsün B bərabərdir 5'ə. Əkob AB bərabərdir 45'ə.
Bayaqki qaydanın ikisindən də birini tətbiq edir. İkinci qaydanı tətbiq edirəm. Bax buradan A bərabərdir 5B-yə. Gətirib yerinə qoysam, əkop 5B bir də B bərabərdir 45. Verilmiş ədədlərin əkobu bölünəni götürürük 5B. 5B B-yə bölünür. Deməli, əkop 5B-dir. 5B də 45-ə bərabərdir. B bərabərdir 9. Bizdən əbob AB-ni istəyir. Əbob AB də böləndə də 9-a bərabərdir. 33-cü sual. N bərabərdir 57-nin kvadratı plus 38-in kvadratı. Ədədinin sadə vuruqlarının sayını istəyir bizdən. 57-nin sadə vuruqlara ayırsaq, 3-ə bölsək, verir bizə 38 də 2 vurulsun 19-un kvadratıdır. Bərabərdir. Bu belə bir ifadədir. Bax, 3-ün kvadratı vurulsun 19-un kvadratı plus 2-nin kvadratı vurulsun 19-un kvadratı bərabərdir. 19-un kvadratını ortaq çıxartsaq, 3-ün kvadratı plus 2-nin kvadratı bərabərdir. Bərabərdir. 19-un kvadratı vurulsun 9 plus 4. Bu da bərabərdir. 19-un kvadratı vurulsun 13. Bərabərdir. Buradan ədədin sadə vuruqlarının sayını istəyir. Yəni 19-un kvadratı nə deməkdir? 19 vurulsun 19, bir də burada 13'ümüz vardır. 3 sayda sadə vuruğu vardır. 33-cü sual düzgünce. 34-cü sual 51'in kvadratı plus 34'in kvadratı bərabərdir. 51'in kvadratı 3 vur 17'dir. Kvadrat üstə gələk. Bunun 34 də 2 vur 17'nin kvadratıdır. Bərabərdir. 3'ün kvadratı vurulsun 17'nin kvadratı, 2'nin kvadratı vurulsun 17'nin kvadratı. Bərabərdir. 17'nin kvadratını ortaq çıxarsaq, 3'ün kvadratı plus 2'nin kvadratı, 17'nin kvadratı vurulsun, hesablayanda verir bizə 13. 17'nin kvadratı 17 vur 17 vur 13'dür. Deməli, sadə vuruqların sayı yenə olacaqdır 3. (35-ci sual) AB ardıcıl natural ədədlər. Deməli, A ədədinə bir n deyək, B ədədinə isə n plus 1 deyək. Ardıcıl natural ədədlərin əbobu 1'dir, əkobu isə onların hasilinə bərabərdir. Gətirib yerinə yazsaq, 3 vurulsun əkob, n vurulsun n plus 1, üstə gələ 2 vurulsun əbob, 2 vurulsun 1 bərabərdir 58'i. Çıxılsın bu. Deməli, 3 n vurulsun n plus 1 bərabərdir 60, n vurulsun n plus 1 bərabərdir 20'yə. Buradan da alırıq ki, n bərabərdir 4. Deməli, A ədədi 4'ə bərabərdir, B ədədi isə 5'ə bərabərdir. AB hasilini tapın. A vurulsun B hasili 4 vurulsun 5 bərabərdir 20'yə. Düzgün cavabımız 20. (36-cı sual) AB ardıcıl natural ədədləri üçün A ardıcıl ədədlər n, B isə n plus 1'dir. 2 əkob. Əkob deyəndə bunların hasili verir. Əbob isə 1'ə bərabərdir 79'a. 2n vurulsun n plus 1 bərabərdir 79'un üstə 5 gələndə 84. N vurulsun n plus 1 bərabərdir 42'yə. Deməli, n burada 6'ya bərabərdir. Hesablasaq, n 6'dır. A ədədi 6'dır, B ədədi isə 7'dir. Bu ədədlərin hasilini istəyir. A vurulsun B bərabərdir 6 vur 7 bərabərdir 42'yə. Tamam, buradan da baxa bilərik. 42'dir. 42. Ancaq hesablamada fayda var. Deməli, düzgün cavabımız 42. 37-ci sual. AB ədədlərinin ortaq olmayan sadə vuruqların hasili 15. C bərabərdir 15. Əbob isə 30'a bərabər. A plus B cəminin ən böyük qiymətini istəyir bizdən. Əbob 30'dur.
Dairə çəksək diagram əbab 30-dur. Bax bu kənarların hasili də 15-dir. Deyir, AB cəminin ən böyük qiymətini istəyir. Bu A ədədidir, bu B ədədidir. Deməli, hasili 15 olması üçün bura 1 yazsaq, 1 vurğunu yazsaq, burada yaza bilərik 15. Deməli, A ədədi versin bizə 30, B ədədi versin bizə 450. Ən böyük qiymətini istəyir. A ədədinin ən böyük A plus B cəminin ən böyük qiyməti 30 plus 450. O da verəcəkdir bizə 480. Düzgün cavabımız 480. Teyzən yenidən izah verim. Əbab 30'dur. Ortaya yazdıq. Ortaq olmayan vuruqlar hasili 15'dir. Hasili 15 olan ədədləri seçə bilərik. Bax 1 ilə 15 yazdım. 3 və 5 yaza bilərəm. A ədədini götürsək, misal üçün 3 qoysaq 90, 5 qoysaq 150. 90 ilə 150'nin cəmi 480'den kiçik olacaqdır. Ona görə 3 ilə 5'i götürmürəm. Otuz 8-ci sual. En natural ədədi üçün əbab n kvadratı plus 5n plus 6. Bir de n kvadrat plus 6n plus 8 bərabərdir 5 olarsa n'i tapın. Bu ifadəni vuruq şəklində yazsaq n plus 2, n plus 3. Digər ifadəni n plus 2, n plus 4. N plus 2, n plus 4 kimi vuruqlara ayırdım. Bu ikisində, hər ikisində ortaq vuruq n plus 2'dir. Deməli, əbab n plus 2'dir. N plus 2 bərabərdir 5'ə. N də bərabərdir 3'ə. Bizdən n istəyir, n-i də tapdıq 3. Demək ki, yenidən izah verim. N kvadrat plus 5n plus 6'nı mən göstərdim n plus 2, n plus 3 kimi. Vuruq kimi. N kvadrat plus 6, n plus 8'i mən vuruqlara ayırdım. N plus 2, n plus 4 kimi. Bu iki ifadədə hər ikisində n plus 2 ortaqdır. Əbab da ortaq vuruq hasilidir. Bax, buradan da tapdıq. N bərabərdir 3'ə. 39-cu sual. 120 və 180 ədədlərinin ortaq natural bölənlərinin sayıdır. Gəlin ilk öncə bu iki ədədin əbabını hesablayaq. 120, 180. İki ədədin əbabı verəcək bizə 60. Və mən bu 60'ın natural bölənlərini hesablayıram. Natural bölən sayı 62'ye böldük 30, 2'ye böldük 15, 3'e böldük 5, 5'te 5'e böldük 1. Deməli 60 bərabərdir 2 üstü 2'ye vurulsun 3 üstü 1, vurulsun 5 üstü 1. Natural bölən hesablayırıq. 2 plus 1 qüvvətlərin üstə 1 gələn 1 plus 1, 1 plus 1. Bərabərdir 3 vur 2 vur 2. O da bərabərdir 12'ye. Düzgün cavabımız 12. 40-cı sual. A bərabərdir 2 üstü n vurulsun 3 üstü n. Ədədin sadə vuruqlarının sayı 8. Natural bölənlərin sayı 24 olarsa, sadə vuruqlarının sayı 8. Yəni n plus m bərabərdir 8. Natural bölənlərin sayı n plus 1 vurulsun n plus 1 bərabərdir 24 olarsa, modulda m çıxılsın n-i hesablayın. Vurub açsaq ikinci ifadəni n plus m plus 1 bərabərdir 24. N plus m'in yerine yazsam 8, n vurulsun m plus 8 plus 1 bərabərdir 24. M bərabərdir 24'dən 9 çıxsaq 15. Hasili 15'dir. Hasili 15, cəmi 8 olan ədəd, n-i 3 götürək, m-i isə 5 götürək. M çıxılsın n istəyir.
M çıx N modulda. 5 çıxılsın 3 bərabərdir 2. Düzgün cavabımız 2. 41-ci sual. EBOB n kvadrat çıx 9, bir də n kvadrat plus n minus 12 bərabərdir 15 olarsa, bu birisi ifadənin qiymətini tapın. Birinci bu ifadəni vuruqlara ayıraq. n minus 3, n plus 3. İkinci ifadəni vuruqlara ayırsaq, n plus 4, n minus 3. EBOB deyəndə ortaq vuruq götürürük. Yəni burada da ortaq vuruq n minus 3'dür. n minus 3 bərabərdir 15'ə, n bərabərdir 18'ə. n 18'dir. Bizdən nə istəyir? Deyir, EKOB n çıx 7 faktorial. n çıx 7 faktorial. Bir də 2n plus 1 faktorial. 2n plus 1 faktorialı hesablayırıq. Yeni qiymətin yerinə yazsaq 18 olur belə. EKOB 18'dən 7 çıxdıq 11 faktorial. 2 dəfə 18 36 üstə gələk 1 37 faktorial. Bizdən EKOB-u soruşduğuna görə son rəqəmini istəyir. Bərabərdir. Bu ədədlərin 37 faktorialın içində 11 faktorial var. EKOB-u 37 faktorialdır. 37 faktorialın son rəqəmi sıfırdır. Niyə? Çünki 1-dən 37 faktorial 1-dən 37'ye kimi ədədlərin hasilinə bərabərdir. Bu aralıqda 2 və 5 var. Onların hasili verəcəkdir bizə 0. Həmin ədədi də istənilən bir ədədə vurduqda son rəqəmi 0 verəcəkdir. Deməli, son rəqəmimiz 0-a bərabərdir. 42-ci sual. A-nın B-yə nisbəti bərabərdir 3-ün 4-ə nisbətinin. EKOB AB çıxılsın EBOB AB bərabərdir 88 olarsa plus B-ni tapın. A 3K'dır. 3K. B də 4K'ya bərabərdir. Ortaq vuruğu burada K'dır. 3-lə 4'ü də çıxartdıq. EBOB K'dır. EKOB isə onların hasilinə bərabərdir. 12K bərabərdir 88. 11K bərabərdir 88, K bərabərdir 8'ə. K 8'dirsə, A ədədi 3 dəfə 8'in 24. B ədədi isə 4 dəfə 8. 32'yə bərabərdir. Bizdən indi A plus B-ni istəyir. A plus B bərabərdir 24 plus 32. Bu da verir bizə 56. Düzgün cavabımız 56. 43-cü sual. M bərabərdir 2N-ə. 2 vurulsun EKOB 2 üstü N, bir də 3 üstü M. Çıxılsın 3 EBOB 2 üstü M, 3 üstü N bərabərdir 33. Olarsa M plus N cəmini istəyir. Deməli, M 2N-ə bərabərdir. Bütün M-lərin yerinə 2N yazaq. 2N 2N yazdıq. Bax, istəyir qüvvətdə nə olur olsun, əsasa baxırıq. Bax, 2 ilə 3. 2 ilə 3-ün EKOB-u onların hasilinə bərabərdir. Yəni 2 üstü N vurulsun 3 üstü 2N. Qarşılığı sadə ədədlərdir. EBOB-u isə 1'ə bərabərdir. Çıxılsın 3 vurulsun 1 bərabərdir 33'ə. Deməli 2 vurulsun 2 üstü N, 3 üstü 2N, çıx 3 bərabərdir 33. 2 vurulsun 2 üstü N, vurulsun 3 üstü 2N bərabərdir 36. 2 üstü N vurulsun 3 üstü 2N bərabərdir 18. 36 ilə 2'ni ixtisaraflardıq. 18'in sayda vuruqlara ayırsaq, 2 vur 3 vur 3'dür. Deməli, N'imiz 1'ə bərabərdir. M isə bərabərdir 2'yə. Bizdən nə istəyir? M plus N cəmini istəyir. M plus N.
Eni tapmışdıq. 2, eni də tapmışıq. 1 cəm verəcək bizə 3. Düzgün cavab. 44-cü sual. N bərabərdir 2m. 3 ekop 3n 5m çıxılsın 2 əbob bərabərdir 133. Qısa yazdım. Baxıram, əsaslar müxtəlifdir. Bu ədədlərin əkobu onların hasilinə bərabərdir. 3 vurulsun 3 üstü n vurulsun 5 üstü n. Çıxılsın, əbobu isə 1-ə bərabərdir. Bərabərdir 133. 3 vurulsun 3 üstü n 5 üstü n bərabərdir 135'ə. 3 üstü n vurulsun 5 üstü n bərabərdir 135'də 3'ə böləndə verir bizə 45. 45'də 3 üstü n vurulsun 5 üstü n bərabərdir. 45'də sadə vuruqlara ayırsaq 3 vur 3 vur 5'dir. Baxıram 3'dən 2 saydadır. Deməli n bərabərdir 2'yə. 5'dən də 1 saydadır. M də bərabərdir 1'ə. Bizdən 44-cü sualda m plus n cəmini istəyir. M plus n bərabərdir 2 plus 1. O da verir bizə 3. Düzgün cavabımız 3. 45-ci sual. Əbob mn bərabərdir 108'ə. N bərabərdir 4 vurulsun 3 üstü k plus 2. N bərabərdir 12 üstü k. 12 üstü k-nı parçalasaq 2, 2, 3. Başında da k yazsaq verir bizə nə? 2 üstü 2k vurulsun 3 üstü k-ya. Əbobu. Bax, bu birisi ifadədədir. 4 vurulsun 3 üstü k vurulsun 3'ün kvadratı. Kimi yaza bilərik? 3 üstü k hər ikisində var. Bax, hər ikisində var. Ortaq vuruqdini çıxarda bilərəm. Qaldı burada 2 üstü 2k'dır. Burada da 4 2 üstü 2'yə bərabərdir. 4 də 2 üstü 2'dir. Ortaq vuruq kimi 2 üstü 2'ni çıxartdım. Bərabərdir 108'ə. 3 üstü k bərabərdir 108'i. Bölürəm 4'ə. 3 üstü k bərabərdir. Bölürəm 4'ə. 108'i 4'ə böləndə 27 verir. K da buradan bərabərdir 3'ə. K-nı 3 tapdıq. M istəyir bizdən. M də nəyə bərabərdir? 4 vurulsun 3 üstü k plus 2 bərabərdir. 4 vurulsun. K-nı yerinə 3 qoysaq verir bizə 3 üstü 5. O da bərabərdir. 3 üstü 5 verir bizə 343. Onların da 3 üstü 4 81. 81 de 3'e vuranda 243. 4 vurulsun 243. 4 243'e vuranda verir bizə 972. Düzgün cevabımız 972'ye bərabərdir. Yenidən təkrar izah etməyə məncə ehtiyac yoxdur. Demək, əbob deyəndə ortaq vuruqlar hasili. Bu ədədlərdən də m ilə n ədədində də ortaq vuruqları götürdük. 108'ə bərabər etdik. K-nı tapdıq. K-nı tapdıqdan sonra bizdən m istəyirdi. M-in də qiymətini yerinə qoyduq, hesabladıq. 46-cı sual. 46'da eynən bayaq yazdığımız kimi əbob mn bərabərdir 162. M bərabərdir 2 vurulsun 3 üstü k plus 1. N bərabərdir 12 üstü k olarsa. 12 üstü k-nı 2 vur 2 vur 3 k kimi yazsaq bərabərdir. Digərini 2 vurulsun 3 üstü k vurulsun 3 kimi yazsaq 3 üstü k. Hər ikisindən 2 üstü 2 k'dır da bax bu. 2 üstü 2 k vurulsun 3 üstü k. Deməli 3 üstü k hər ikisində var. Götürürük. Sonra bir də 2 hər ikisində var. Vurulsun 2 bərabərdir. Əbobu 162'ye bərabərdir. 3 üstü k bərabər 162'ni 2'ye böləndə 81. K bərabərdir 4'ə. K-nı tapdıq 4. Bizdən m-i tapın.
M bərabərdir. M bərabərdir. 2 vurulsun 3 üstü k plus 1'dir. Bərabərdir. 2 vurulsun 3 üstü 4'ün üstüne 1 gəldik. 2 vurulsun 3 üstü 5. Demək 2 vurulsun 3 üstü 5 de verir bizə 243. O da bərabərdir 486'ya. Düzgün cevabımız 486. 47. sual. 3n çıx 5, 4m çıx 1, bir de 2n plus 6. Bunlar ardıcıl ədədlərdir. İlk önce baxaq. 4m çıxılsın 1'in üzerine 1 gəlsək, verəcək bizə 2m plus 6'nı. Birər getdi, 4m bərabərdir 2m plus 6. Bunu saxlayaq əlimdə. Daha sonra, bax bu ifadənin üzerine 1 gəlsəm, 3m minus 5, üzerine gəlsəm 1, bərabər olacaqdır 4m minus 1. Deməli, 3n minus 4 olur. 4m'in də yerinə, bax bunun yerinə 2m plus 6 yazıraq. 2m plus 6 çıx 1. Keçirsək bu tərəfə, n bərabərdir 9'a. N'i tapdım 9. Gətirək yerinə yazaq. Bizdən nəyi soruşur? Ekob m'ni soruşur. Buradan 4m bərabərdir 2 vur 9 plus 6. 4m bərabərdir 18 plus 6. 4m bərabərdir 24. M də bərabərdir 6'ya. M'i də tapdıq. İndi bizdən ekob m'ni istəyir. Ekob 9, 6. 9 ilə 6'nın ekobu 18'dir. Düzgün cevabımız 18. 48. sual. A bərabərdir 5n, B bərabərdir 3n plus 6, C bərabərdir 6n çıxılsın 4. Ardıcıl cüt natural ədədlərdir. Bunlar ardıcıl cüt natural ədədlərdir. Yəni 5n'in üzerine 2 yazsam 3m plus 6 verəcəkdir. 3m plus 6'nın üzerine 2 yazsam 6n minus 4'ü verəcəkdir. Həll edək. Deməli, 3m'i təhləsək burada birinci tənlikdir. 3m bərabərdir. 6'nı sola keçirsək 5m minus 4 olacaqdır. Gətirirəm, bax bu ifadənin qiyməti, bax burada 3m'də yerinə yazam. 5n çıx 4 üstə gələk 8 bərabərdir 6n çıx 4'ə. Sağa keçirsəm bu ifadəni n bərabərdir. Bunu da sola keçirsəm 4'lər getdi, n bərabərdir 8'ə. N 8'dirsə m'in qiymətini aparıb bax burada yerinə yazıram. 5 dəfə 8 40, 40'dan 4 çıxdıq. 36, 36'nı da 3'ə böldük, verdi bizə 12. Bizdən nə istəyir? 48. sualda ekob m'in. Ekob 8, 12. 12 ile 8'in ekobu 24. Düzgün cevabımız 24. 49. sual. AB üstə gələk BA cəmi ilə M natural ədədinin ortaq sadə vuruğu yoxdur. Ortaq sadə vuruğu yoxdursa bunlar qarşılıqlı sadə ədədlərdir. Ekobda onların hasilinə bərabərdir. Verdiyinə görə M, A, B üstə gələk BA bərabərdir 154 M. M'lər ixtisar getdi. Bunu da açsaq 11 vurulsun A plus B olur. Bərabərdir 154. A plus B də bərabərdir 14'ə. Cəmi 14 olan ədədlər 5 ilə 9, 6 ilə 8, demək 7 ilə 7 götürə bilərik və Y dəyişmiş formada. Bunlardan AB ədədin ən kiçik ədədi tapaq. Ən kiçik ədəd 59 ədədidir. Yəni AB ədəd kimi götürsək belə 2 rəqəmli ədədi cəmi 14 olan 59'dur. Düzgün cevabımız 59. 50. sualda 49. sual kimidir. Sadəcə olaraq burada 132 M var. M'ləri ixtisar apardıqdan sonra bərabərdir 132. A plus B bərabərdir 12. Cəmi 12 olan ədədlər 3 ilə 9, 4 ilə 8, 5 ilə 7, 6 ilə 6 və bunun tərslərini də götürə bilərik. Bizdən deyir ki, ən kiçiyini istəyir. Ən kiçiyi
götürürük. Bax burada AB ədədini 39 kimi, AB natural ədədini 39 kimi götürürük. Düzgün cavabımız 39.